Əslində bilmirəm, bu xəbərə sevinmək lazımdır, yoxsa məyus olmaq. Amma xəbər ondan ibarətdir ki, dünən İsveçrənin Basel şəhərində keçirilən Avroviziya 2025 yarışmasında Azərbaycanı təmsil edən Mamaqama qrupu final mərhələsinə çıxa bilməyib və yarışmanı yarımçıq dayandırıb. Yəqin Azərbaycanda çoxları xatırlayır ki, bir vaxt Azərbaycan Avroviziyada birinci yer qazanmışdı və ondan sonra Azərbaycan bu yarışmaya ev sahibliyi etmişdi. Həmin o dövrdə Bakı sakinlərinin, hətta rayondan Bakıya gələn insanların nə qədər böyük əziyyətlər çəkdiyi hər kəsin yadındadır. Eyni zamanda dünyanın bir çox ölkələri artıq bu yarışmada iştirakdan imtina ediblər. Deyiblər ki, mənasız və əlavə xərclərdir. Ona görə də Azərbaycanın təmsil edən Mamaqama qrupunun Avroviziya 2025-də final mərhələsinə çıxa bilməməsinə bilmirəm kimlər sevinəcək, kimlər məyus olacaq.